Salam əziz dostlar, bugün biz sizinlə göz şəkili çəkməyi öyrənirik. İlk öncə bizə ləvazimatlarımız nələr lazımdır? Bunlar. Daha sonra isə bizim qalın və ince karandaşlarımız, toza və bu çöp. İlk öncə göz qapağını çəkirik. Daha sonra isə indi isə gəlin keçək gözün yumrusuna. Siz istəyirsiniz yarıya qədər çəkin. Gözün yumrusunu çəkdikdən sonra isə içində bir dənə yumru çəkirəm. Dayanın. Aha. Şəklimiz demək olar hazırdır. Gəlin keçək biraz üstündən qalın karandaşla getmək. 3 ilə başlayaq. İndi isə ən nazik karandaşımız F karandaşı ilə kiprikləri bir-bir çəkirik.